Salam, hər vaxtınız xeyirli olsun. Mən Azərbaycan Xalq Demokratik Partiyasının ali məsləhətçisi, Turan Mənəvi Birliyinin xaqanı olan Rafiq Turabxanoğlu haqqında qısa öz fikirlərimi demək istəyirəm. Bu qısa fikrimi çatdırmaqda məqsəd odur ki, məlum olduğu kimi hörmətli xaqan Rafiq Turabxanoğlu sabahın 9 iyul tarixində 80 illik yubileyidir. Rafiq Turabxanoğlu sabah 1946-cı il 9 iyulunda Zəngəzur bölgəsinin Qubadlı rayonunun Muradxanlı kəndində dünyaya gəlmiş və sonraki həyatını Sumqayıt və Bakı şəhərlərində davam etdi. Siyasi fəaliyyət yönündə davam etdirməklə həm Respublikada, həm də Respublikanın hüdudlarından çox kənarda tanınan bir siyasətçi deməzdim, siyasət yaradanlarımızdan biridir. Rafiq Turabxanoğlu sabah 1966-cı ildə Ümumi Azərbaycan Zəhmətkeş Fəhlə Kəndli Partiyası yaratmışdır. 1967-68-ci illərdə antisovet düşüncəsinə görə o vaxtki Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilmişdir. Və 1968-ci həbsdən çıxandan sonra həmin qeyd etdiyimiz partiyanın, yəni Ümumi Azərbaycan Zəhmətkeş Fəhlə Kəndli Partiyasının Azərbaycan Xalq Demokratik Partiyası adlandırmışdır. Və Azərbaycan Xalq Demokratik Partiyasının da 91-ci ildən sonra müstəqilliyimizin bərpasından sonraki fəaliyyəti hamımıza məlumdur. O barədə geniş danışmaq istəmirəm. Və eləcə də bununla paralel olaraq Turan Xalq Demokratik Partiyası təsis edilmiş. 1992-ci il oktyabrın 30-31-də Bakı şəhərində həmin Turan Xalq Demokratik Partiyasının təsis yığıncağı keçirilmişdir. Turan Xalq Demokratik Partiyası 1996-cı ildən Turan Mənəvi Birliyi adlanmışdır və fəaliyyətində davam etdirir. Həmin vaxtda bütün türk bölgələrindən, diyarlarından, ölkələrindən həmin qurultayda əksəriyyəti iştirak eləmiş və orada məlum 15 bənddən ibarət Turan mənəvi dövlətinin yaranması yönündə konsepsiya qəbul edilmişdir. Bu yöndə fəaliyyət göstərilir və həmin fəaliyyət indi də davam etdirilir. Rafiq Turabxanoğlu haqqında geniş danışmaq istəmirəm. Onun fəaliyyəti hamımıza məlumdur. Onu da qeyd edim ki, 1992-ci ildə prezident seçkilərində Rafiq bəy prezidentliyə namizəd olmuşdur. 1992-ci ilin Turan Xalq Demokratik Partiyasının, yəni Turan Mənəvi Birliyinin xaqanları Türkiyədən Alparslan Türkeş, Azərbaycandan Rafiq bəy Turabxanoğlu seçilmişlər. Və bu fəaliyyətdən sonra, həmin təsis qurultayından sonra Rafiq bəyin rəhbərliyi altında demək BMT-nin Birləşmiş Millətlər Təşkilatına məktub ünvanlanmış, sənədlər göndərilmiş və orada müsbət cavab alınmışdır. Eləcə də bütün türk dövlətləri başçılarına, demək Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızstan, Türkmənistan və eləcə də Amerika Birləşmiş Ştatlarının Konqresinə, prezidentlərinə müraciətlər ünvanlanmış Turan mənəvi dövlətinin yaranması barədə və oradan demək olar ki, müsbət qarşılanmışdır bütün bu müraciətlər hamısı. Bu da yəni türk dövlətlərinin indi bu yöndə, birliyi yönündə görülən işlərin müsbət nəticələnməsi bunu bir daha təsdiq edər ki,
o vaxtki müraciətlərin bu birliyin, bu təşkilatların, Türk Dövlətlər Təşkilatının da yaranmasında müsbət rolu olmuşdur. Bunu qeyd etmək özümə borc bilirəm. Rafiq Turabxanoğlu'nun bir əqidədaşı kimi onun iş gördüyü işlərdə yardımcısı kimi belə deyək imkanım daxilində və bugün mənə onun yubileyində bu sözləri demək, bu etirafları etmək bir ruh rahatlığı özümdə hiss edirəm ki, bu mənim bir mənəvi borcumdur. Bunları dilə gətirmək. Rafiq Turabxanoğlu'nun 80 illik yubileyi ərəfəsində onu bir əqidədaşı kimi özüm öz adımdan, ailəmiz adından təbrik edirəm. Ona 60-cı illərdən deyək belə ən gənc həyatının ən necə deyirlər belə mənalı günlərini özünün bir sözü var onun ki, deyir, hər kəs öz istirahətindən biraz kəsməlidir ki, millətə, xalqa xidmət eləməlidir ki, o xalq, millət azad, müstəqil və xoşbəxt olsun. Və o bütün həyatını bu yöndə, bu xalq, millət yolunda həsr etmiş, fəaliyyət göstərmiş və onun da müsbət nəticələri etiraf edək ki, bəli, indi əldə etdiyimiz uğurlarda Rafiq bəy və onun əqidədaşlarının o vaxtdan 60-cı illərdən ətrafında olan əqidədaşlarının da zəhməti yox deyildir. Bunu qeyd etmək mənim mənəvi borcumdur. Mən bu Azərbaycan Xalq Demokratik Partiyasında və eləcə də Turan Mənəvi Birliyi yönündə görülən işlərdə, tədbirlərdə iştirakımla bərabər bunların şahidi olmuşam və imkanım daxilində demirəm nələrsə eləmişəm, amma görülən işlərdə müəyyən imkanım daxilində yardımçıları olmuşam. Rafiq Turabxanoğlu qeyd etdiyimiz kimi BMT-dən belə bütün Türk Dövlətlər Təşkilatının və Amerika Birləşmiş Ştatlar Konqresinin həmçinin prezidentlərinə də məktublar ünvanlanmış, fikirlər, təkliflər verilmişdir. Həmçinin Türkiyə dövlətinin əsas aparıcı birinci, ikinci şəxsləri ilə deyək, görüşlər olmuşdur və bunun müsbət nəticələri həmişə hiss olunmuşdur və qeyd etmək istəyirəm ki, həm də necədir, köhnə Sovet bölgələrində olan Türk bölgələri, Türk xalqları, Türk milləti belə deyim, Tataristandan belə Başqırstan deyək, Kamıklar deyək, hamısında Çuvaşistanda görüşləri səmərəli belə görüşlər keçirilmiş, tədbirlər keçirilmiş. Qazaxıstanın özündə, Özbəkistanın özündə ən yüksək səviyyələrdə görüşləri olmuşdur. Mən hesab edirəm ki, bugün sevindirici bir haldır ki, Türk Dövlətlər Təşkilatının yaranmasını hamı sevinclə qarşılayırıq, buna sevinirik. Bunun yaranmasında da Rafiq bəyin fəaliyyəti, onun gördüyü işlər Turan Mənəvi Birliyi adından və o yöndə apardığı işlər əqidədaşları ilə birlikdə öz səmərəsini, yəni öz töhfəsini vermişdir. Turan Dövlətlər Təşkilatının yaranması yönündə mən elə hesab edirəm ki, onun da müsbət, belə deyək, fəaliyyətinin nəticəsi, bəhrəsini vermişdir. Mən öz adımdan bir daha ailəmiz adından Rafiq Turabxanoğlu sabahı, xaqanımızı 80 illik yubileyi münasibətilə təbrik edirəm. Ona can sağlığı, Tanrıdan uzun ömür, can sağlığı və bütün bu əziyyətlərinin bəhrəsini görməkdədir və ürəyi istədiyi nəticənin əldə olunmasını da görmək arzusu, diləyi ilə bir daha təbrik edirəm. Rafiq bəy Turabxanoğlu, əziz xaqanımız, bir daha təbrik edirəm. Sizi 80 illik yubileyiniz münasibəti ilə həmişə var olun, sağ olun, sağlam olun, həmişə belə sevinib, sevindirən olun. Bütün əziyyətlərinizin Tanrıdan həyata keçməsini və onun canlı şahidi olub, onun sevinclərini yaşamağınızı diləyirəm. Bir daha
80 illik yubileyiniz mübarək, əziz xaqanımız. Bugün senin ad günün, bugün senin şad günün. Arzuları söndürdün, üfürün, söndürdün şan kimi, şan kimi. Özaba katlaştım, atlanıp dağlar aştım. Bir kurtla karşılaştım, dedi uğurlar olsun. Tanrı Türk'e yar olsun. Dedi uğurlar olsun. Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun, düşmanlar kahrolsun. Tanrı Türk'e yar olsun. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbekistan, Türkmenistan diye kurmuşlar. Özbekistan, Türkmenistan diye kurmuşlar. Ana yurdum Türkistan'ı bölüp koymuşlar. Ana yurdum Türkistan'ı bölüp koygenler. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. İnanmayın, aldanmayın ey Türk yiğitler. İnanmayın, aldanmayın ey Türk yiğitler. 40 asırlık tarihe sahip olan Türkler. 40 asırlık tarihe sahip olan Türkler. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydur. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Türkistan, Kafkasistan ey güzel yurdumuz. Türkistan, Kafkasistan ey güzel yurdumuz. Sana kurban olalım ey ana yurdumuz. Sana kurban olalım ey ana.
Yeni yaşın uğurla dolsun, dualarımız sana, ömrün mutlulukla dolsun. Her ezaba katlaştım, atlanıp dağlar aştım, bir kurtla karşılaştım. Dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun, düşmanlar kahrolsun. Tanrı Türk'e yar olsun. Bugün senin ad günün, bugün senin şad günün. Arzuları sön. Azərbaycan Xalq Demokratik Partiyasının ali məsləhətçisi Rafiq Turabxanoğlu barədə nə deyə bilərsiniz? Xahiş edirəm, sonunda. Azərbaycan Xalq Demokratik Partiyasının ali məsləhətçisi, yəni öz liderimiz haqqında mən nə deyə bilərəm? Yəni, onun haqqında mən elə fikirləşirəm ki, söz demək üçün müəyyən qədər heç olmasa o səviyyə yaxınlaşmaq lazımdır. Bayaq dediyim kimi, Rafiq bəy o Azərbaycanı indi deyirlər siyasi partiyalar yaranıb, amma Rafiq bəy 60-cı illərdən, 70-ci illərdən, 66-dan o partiya yaranıb. Bu Sumqayıt şəhərinin özündə. Məlumdur mənə. Ona görə o elə belə insan deyil ki, indi meydanlara çıxıb, müəyyən o özünü reklam eləyənlər, xalqın gözündə yüksələnlər yavaş-yavaş aşağı yenilər vaxt getdikcə. Və Rafiq bəy o vaxt, yəni bu hərəkətdən çoxları kənarda qalıb, amma Rafiq bəy özü 66-cı ildə fəaliyyət göstərir. Bu Azərbaycanın o xilas olması üçün çox işlər görür. Mən qısaca onu demək istəyirəm ki, Rafiq bəy Nəsimi şirofoqramasının Azərbaycanda açarı Rafiq bəydən. Bayaq deyirlər, Nəsimi dünyanın Nəsimisidir, tək Azərbaycanın yox. Ondan bəhrələnib güclü dövlətlər yaradır. O Nəsimi şirofoqramasının açarı Rafiq bəydədir Azərbaycanda. Əgər bugün onun bu imkanından istifadə edilməsə, Azərbaycan və eləcə də dünya özü böyük problemlər qarşısında qalır. Rafiq bəy haqqında mən bunu deyə bilərəm və arz eləyərdim ki, elə Azərbaycanda, dünyada ondan az çox istifadə olunur. Çünki Rafiq bəy də Türk bölgələrindədir, başqa xalqlarda görüşündə, İngilislə, Amerikanlasıyla görüşür, istifadə olunur. İndi yenə deyirəm, bu Nəsimi tarixi bizdə təkrar olunmasın. 500 ildən sonra belə deyək ki, Nəsimin 5 əsrdir. 5 əsrdən sonra o şirofoqramanın açarı kimdəsə tapılır. İndi 500 ildən sonra bugün istifadə eləmirsə, demək, nədirsə 2-3 əsrdə getməli ki, təzədən biri yetişsin, yəni o səviyyədə. Ona görə arzu eləyərdim ki, elə Azərbaycanda ondan istifadə olunsun. Çox sağ ol. Qafar bəy, eşitmişik, şeirlə çox maraqlanırsınız. Yəqin ki, bu 40 illik yubileylə əlaqədar olaraq nəsə yazmışsınız. Mümkünsə bir neçə misra şeirlər bəlkə. Aydındır. Mən əvvəlcə onu demək istəyirəm ki, o bəlkə suallarınız ətrafında Azərbaycanın bu vəziyyətdən çıxış yolları, onu qeyd edeyim, sonra deyərəm. Çünki bu müsahibəyə baxanda deyərlər, heç elə hamı fikir deyir. Ancaq mənim öz şəxsi fikrimdir, Azərbaycan indiki bəlalardan qurtarması üçün, yəni hər bir tarixi prosesdə müəyyən yollar göstərmək lazımdır. Müəyyən yollar, müəyyən işlər tələb olunur. İndi hal-hazırda ki, vaxtda mənim fikrimdən belədir ki, biz
Azərbaycana ayrı-ayrı vaxtlarda rəhbərlik edən, hal-hazırda fiziki cəhətdən sağ olan, yəni yaşayanlar hansı oyuna salındıqlarını dərk etməli və bir yerə toplaşmalı. Hərəsinin arxasında bir qüvvə var, o qüvvə bir yerə cəm olub, Azərbaycan xalqının Azərbaycan azadlığı uğruna mübarizə aparır. Bu bir. İkincisi, təfəkkür cəhətdən dünya tələblərinə, dünyada gedən prosesləri qabaqlayan və o proseslərlə birgə addımlayan fərqləri Azərbaycan xalqının övladlarından parlament yaradılmalı. Üçüncü, siyasi partiyalara geniş meydan verilməli. Çünki bizdə bugün kadr hazırlayan institutlar yox dərəcəsindədir və etiraf edək ki, yoxdur. Ona görə bugün kadrların seçilməsi siyasi partiyalardan ola bilər. Yəni, hər siyasi partiya öz sahəsi var, o heç vaxt hər hansı bir siyasi partiya ona bir sahə tapşırırsa tutaq ki, heç vaxt o zəif kadrı verə bilməz, çünki o sabah özü xalq içərisində biabır olub, reytinqi aşağı düşə bilər. Nə qədər ki, kadrlar bizdə hazırlayan institutlar yoxdur, siyasi partiyalardan kadr hazırlığı üçün istifadə olunmalı. Sonra dördüncüsü də ki, yolu istedadlılara vermək lazımdır. Necə deyirlər ki, o istedadsızlar onsuz da hardan olsa vurub keçirlər də. İstedadlılara yol açmaq lazımdır ki, bu xalq üçün bir iş görür. İndi ki, dediniz o şeir, bir şeir belədir ki, tarixən şeir yazanlarımız olub, yəni mən o səviyyə qaldırmayam. Söz ustası deyiləm, ancaq hərdən olur da belə... Məlumatımız vardır, məlumatımız olduğuna görə biz... Ancaq şeir mən deməmişdən əvvəl arz edərdim ki, Azərbaycanda deyirik bayaqlarımızla, ağlarımızla fəxr edirik, elə adi muğamımızı götürək. Biraz adamı kövrəldəndir. O Rafiq bəy həmişə deyir ki, nəysə deyir, biz nəsə eləməli ki, heç olmasa bu musiqimiz bir düşündürən olsun da insanları. Onu dinləyəndə ağlamayaq. Qoy düşünək. Düşünək ki, nə deyil belə elə, yəni indi fikrimi mən qısa çatdırmaq istəyirəm. Deyirsiniz, deyim də. Deyir, indi ərəsindən bir parça deyərəm, yadımda qalanlarım. Qubatlı dişsinir düşmən səsinə, Bərküşat ona da laylay demirsə, o yerlərdə yenə də düşmən gəlirsə, analar hələ də fəryad edirsə, mən necə danışım gülüm ay ellər. Turan torpağıdır bizim elimiz, Ural Altay dağı Turan zirvəmiz. Nələr itirmişik, qalıb nəyimiz, duymursa bunları daş qəlblərimiz, mən necə danışım gülüm ay ellər. Şaman söylədilər ondan qastıqsa, sığmazam deyəni lağa qoyduqsa, ənəlhəq deyəni biri soyduqsa, anlamı yazanı anlamırıqsa, mən necə danışım gülüm ay ellər. Bir gün Azərbaycan qalxıb ayağa, onu satanları çəkəcək dara, ümidgahımıza, Rafiq sabaha, kömək etmiriksə siz deyin daha, mən necə danışım gülüm ay ellər. Çox sağ olun, çox var olun. Sağ olun. Müsahibə üçün sağ olun. Mən axırıncı sözümü bununla tutarmaq istəyirəm ki, yəni sualı belə vermək istəyirəm. Bu yeni ildə xalqımıza nə arzuladınız? Bu yeni ildə xalqımıza nə deyim, valla onu çox arzularım var. Mən də bir xalqın övladı kimi. Ancaq bəzən elə etiraf edək ki, qohumlar da hərdən dost tanış deyil, siyasi partiyanın əvvəlində. Biraz özünüz bilirsiniz, Azərbaycanda psixologiya elədir ki, bir növ başqa cür baxırlar ki, hərdən misal da gətirirlər, el üçün ağlayan kör olar. Ancaq mən elə fürsətdən istifadə edib onlara da cavab vermək istəyirəm ki, bayaq dedim Rafiq bəyin fikrin bir fikrin. Yəni, el üçün ağlayan kör olar bu bir kəlamdır. Elə bir Türkün atalar sözü deyirlər, bir ayədir, Quran ayəsi kimi. Yəni, o ayələrin necə açılışı var, o kəlamların da açılışı var. Yəni, el üçün ağlayan əlbəttə kör olar. El üçün iş görməlisən ki, el xoşbəxtlik üçün çalışmalısan ki, el xoşbəxt olar. Sən də onun bir övladı kimi xoşbəxt olasan, ağlamayasan, güləsən. Əlbəttə, çox ağlayanda kör olarsan da, el üçün işləməyib, ağlayanda kör olursan.
Ona görə də mən o nöqteyi nəzərdən deyirəm ki, biz heç vaxt el üçün ağlamamışıq, el üçün iş görməyə çalışırıq və kördə olmayacağıq. İnşallah işimizi də görəcəyik, xalqla bir yerdə arzularımıza da çatacağıq və xalqa da qısaca onu deyə bilərəm ki, arzum odur ki, o Asif Atanın bir fikrini deyim, babəkləşmək, nəsimiləşmək, füzuliləşmək. Bu böyük, bu dərin məna kəsb edən sözlərdir. Yəni elə bu fikrimi çatdırmaq istəyirəm, arzum odur. Çox sağ olun.